Salam bir də qızlar, davam edirik kardiqanımızı toxumağa. Bundan əvvəlki videoda, deməli bu bir neçə hissəlik seriyalıq master klassımızın birinci hissəsində hesablama işlərinə baxdıq. Bir də nəzəriyyə, necə hesablamaq lazımdır, millər barədə məlumat verdim, saplar barədə, nə bilim nə xırda-xuruş riyazi məsələləri də həll elədik. Hazır olaraq bir misal kimi bu yaşda uşaqlar üçün ölçülərimizi hesabladıq. Hazır ölçülərimiz var. Deməli, baxın, bu dünənki hesabladığımız, mən o videonu dünən çəkmişdim onun üçün. Deməli, bu hesablama kağızlarını mən saxlayıram, amma hazır rəqəmləri bu hesabladığımızı bura belə köçürtdüm. Belə daha rahat olacaqdı. Məsələn, bizə axı santimetr lazım deyil, bizə ilmələr lazımdır. Ona görə elə bax bu məsələn bu santimetrlərin yanına bu ilmə hesablarını da yazdım, ilmələri və sıraları. Və burada da belə. Məsələn 11 santimetr 20 sıra toxuyacağam və s. və axır. Bunu elə dünən yazmışdım bura hazır. Deməli mən toxuyacağam 3 ay ölçüsü üçün. Həm çox böyük olmasın, çünki əşya nə qədər böyük olsun, mənim vaxtım o qədər çox gedəcək. Masterclass üçündəki düzünü desəm, çox vaxt sərf eləmək istəmirəm. Bunu belə tutum istəyirsiniz özünüzə, ya köçürdün, ya screen eləyin. Bu aşağısı da düşmür. Gəlin belə tutun, belə screen eləyin, sonra özünüz çevirərsiniz. Yəqin ki, belə də olmadı rahat. Hər nəysə, dünənki videoda yazmışdıq detallı şəkildə, oradan özünüzə səliqəli şəkildə köçürdə bilərsiniz. Deməli, bugün keçirik praktika hissəsinə. 2 qat sapla toxuyacağım. Ona görə mən bir yumaqdan 2 sap çəkməyi sevmirəm. Olar elə eləmək, amma o rahat olmayacaq toxumaq. Ona görə elə bəri başlarından 2 dənə təzə yumaq götürürəm. Elə ikisindən sapı çəkəcəm, onu da göstərəcəm sizə. Mən necə eləyirəm. Sonra əlbəttə ki, milimiz lazımdır. Mən 120 santimetrlik mil götürmüşəm. Ümumiyyətlə bunu hər şey üçün istifadə edirəm. Kiçik əşyalar üçün də əlim buna öyrəşib. Bir də belə sadə markerlər, başqaları varsa başqalarını da götürə bilərsiniz. Belə markerləriniz yoxdursa sapla da marker düzəldə bilərsiniz. Onu da sizə göstərərəm. Marker əvəzi. Markerlərin rəngini çox məsləhət görürəm ki, sapınızın rəngindən çox fərqlənsin. Belə kontrastirovat eləsin ki, markerin məqsədi odur ki, gözə görünsün, lazım olan zonaları bizə göstərsin. Bu qədər. Heç marker də əslində bizə çox lazım olmayacaq. Sadəcə belə taxmışam hamısını bir-birinə itməsin. Okey. Deməli, kardiqanımızı toxuyuruq aşağıdan yuxarıya. Ona görə ilmə sayını elə yığırıq ilmələrimizi və döndərməli şəkildə toxumağa başlayırıq. Döndərməli də nədir? İndi baxaq. Deməli, mən özümə işarə eləyim bu rəqəmləri. Deməli, mən 3 ay üçün toxuyacağım. Bu mənə ikinci ölçüdür. Baxın, 5 ölçüdədir bizdə. 0-1 ay, sonra 3 ay, sonra 6 ay, sonra 12 ay, sonra 18 ay. Uşaqlar üçün. Deməli, mənə bu lazımdır. Deməli, başlanğıc, nə oldu buna? Başlanğıc 7 ilmə, 70 ilmə. Bunu yığacağım. Sonra burada 24 sıra belə işarəliyim özümə. Bunu eləməyə bilərsiniz. Kağızınızı korlamamaq üçün. Mən onu eləyəcəm. Burada da bu. 2, 12. Qol rezini də mən demişdim 5 cm qoyacaq. Hesabladım 9 sıra çıxdı. Mən 10 sıra elədim, cüt sıra olsun. Bu nə deməkdir? Məsələn, qolun uzunluğunu məsələn, mənim ölçüm üçün 28 sıra toxumalıyam da, düzdür? 18 sıra toxuyacağım. Sonra son 10 sıranı rezin kimi toxuyacağım və rezinimizi də bağlayacağıq. İndi isə elə başlayanda, indi bu saat toxumağa başlayanda düymə zolağını və rezindən başlayırıq birbaşa toxumağa. Ona görə burada da elə 10 sıra bu rezini toxuyacağım və sonra keçəcəyik düz toxumaya. Okay. Deməli, mən 70 ilmə yığmalıyam. İlməni də necə yığırıq, onu da göstərəm sizə, qızlar. Deməli, sapımızı qoyuruq qabağımıza belə qəşəng.
Bundan görürsünüz bu iç halatını buradan. Belə qəşəng bunun iç halatını çıxardırıq. İçindən çıxartmaq mənə görə daha rahatdır. Tak, bunun ucunu tapdım. Tak, bu bir. Sonra bu birisini də bir iç halatını tökək. Başlıqda belə şey çıxır, qarışıq. Bu vapşi problem deyil. Normaldır. Tak, bunun ucu deyəsən buradadır. Okay. Tak, bu ucuları mən çıxartdım. İndi bunları nə edirəm? Bu yumaqlar dağılmasın, sökülməsin, tökülməsin. Baxın, belə bir dənə səbət götürürəm, qoyuram bunu belə içinə. İkisi də. Bu burada duracaq. Mən də toxuduqca bu buradan saplar gələcək. Tak, indi bunun ucularını bir dənə birləşdirək, tənzimləyək qızlar. 2 qat sapla toxuyuruq, yadımızdan çıxmasın. Bir dənə bunu burada düzləşdirək, hamısı eyni olsun. Bu qarışıqları da açaq. Burada belə şeylər olur. Neyse, hələlik bəsdir. Bunları belə qaytaraq. Deməli, ilmə yığmağı Express master klasslarımda göstərmişdim. Ola bilər ki, onların linkini aşağıda qoyaram. Bu videonun altında oradan keçib baxarsınız. Amma elə burada da yenə də göstəririm. Tak, sapımızı birləşdirdik. Birimizi də götürək. Hərdən elə olur ki, milin ikisini birləşdirib ilmə yığıram üstünə. Amma burada millər qalındır deyə birinin üstünə yığmaq kifayət eləyəcək. Amma bir o şərtlə ki, ilməni çox sıxmırıq. Deməli, bu ucu bir xeyli qoyaq. 70 dənə ilmə üçün də hesablayaq. Tutalım ki, belə olsun. Yəqin ki, kifayət eləyər. Deməli, sapın ucunu baş barmağımda saxlayıram. Yumaqdan gələn sapı bu işarət barmağımın üstündə saxlayıram. Və bu ikisini də belə bu şəkildə birləşdirib bu barmaqlarımdan tuturam. Atsız barmaq, çiçələ barmaq ya da bundan da orta ilə də tutmalı. Bir növ üç bucaq əmələ gəlir. Deməli, bu üç bucağı baş barmaqla işarət barmağın arasındakını altdan yuxarı, belə aşağıdan yuxarı götürürəm. Gəlirəm sol tərəfə, bu baş barmağın bu birisi tərəfindəkini belə götürürəm. Sonra gedirəm buradakı işarət barmağındakı bu sapı da götürürəm. Və bu götürdüyümü bu baş barmaqda əmələ gəlmiş ilgəhin içindən keçirdirəm. Və buraxıram. Bu bizim ilk 2 ilməmiz. Okay. Sizi burada çaşdırmasın. Sapımız 2 qatdır. Ona görə bax bu ikisi bir yerdə bir dənə ilmədir. Okay. Ona görə bizim burada belə növlə bu növdə ilmə yığanda ilk iş elə 2 dənə ilmə yaranır. Okay. Tak, bunu çox sıxmırıq. Elə eləyək ki, bax bu ilmələr milin üstündə belə rahat hərəkət eləyə bilsin. Getdik yenə. Baş barmağın bax bu ən sol kənarındakı sapı götürürük. Sonra gedirik işarət barmağındakini götürürük. Sonra da bu ilgəkdən keçiririk götürdüyümüzü və buraxıb çəkirik. Çox da sıx çəkmirik. Deməli, burada indi 70 dənə ilmə çoxdur və hərdən ola bilər ki, sizə 100, 200, hər neçəsə ilmə yığmaq lazım oldu. Bunların sayını itirməmək üçün necə eləmək olar? Çünki mən şəxsən diqqətsiz adamam. Sayı qarışdıra bilərəm. Belə yığsam, hansı metodla mən sayı saxlayıram? İndi göstərim. Bir dənə. Biraz yığaq. Məncə 10 dənə oldu ən azı da. Götürürük bu gözəl markerlərimizdən.
Bunlar çox ucuzdur, çox praktik, ən rahat, yüngül markerlərdəndir. Forması da sırf belə olanı yaxşıdır. Yəni acayip formada olanlar var. Deməli, sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə ilmə toxuduq. 10 dənə ilmənin, bax bu aşağı hissəsindən 10 dənə qutarandan sonra bura bir dənə marker yapışdırıram. Heç bağlamağa ehtiyac yoxdur markere. Qoy elə belə dursun. Deməli 10 dənədən bir aşağıda bu markeri yerləşdirirsiniz və onda saymaq asan olacaq. Onda sayacaqsınız 10, 20, 30, 40 və s. Dənə-dənə bir o 70-ə qədər saymaq ehtiyac olmayacaq. İndi burada pauzanı basım, ilmələrin hamısını yığım. Sonra sizə qayıdaq. İlmələrimi yığdım. 70 ilmə hesablamışdıq biz. Bundan əvvəlki videoda orada simetriya məsələsi başa saldım. Rezinin simetrik ilmələrini eləmək istəyirsinizsə, onda bir ilmə əlavə toxuyacaq. Mən indi bu bir ilmə əlavəni toxuyacağım və elə toxuyanda burada məsələn indi nə danışdığımı başa düşmürsünüzsə, toxuyanda üzə çıxdıqca o naxış. Orada sizə göstərəcəm niyə lazımdır. Mən 70 ilmə yığmalıydım, 71 ilmə yığdım. Rezinin ilmələrinin simetriyası üçün. Deməli, markerlərimi yerləşdirmişəm, baxın, 10 ilmədən bir marker qoymuşam. Deməli, bax, bu markerlərin arasında 10 ilmə var. Deməli, bu 10, 20, 30, 40, 50, 60, 70, bu da bir dənəsi. 71. Yəni, bunları çıxardıram. Və başlayırıq toxumağa. Birinci sıramızı. Deməli, indi burada nə sayacaq? 2 dənə marker özümüzə saxlayırıq. Lazım olacaq 2 dənəsi. Düymə zolağını ayırmaq üçün. Deməli, buradan aşağıdan indi ilmə yığdıq. Biz toxuyacaq belə sağa sola döndərə-döndərə düz bu qol altı nöqtəsinə qədər. Və bunu da toxuyuram mənə lazım olan bədən ölçüsündə 24 sıra. Okay. Deməli, və biz dedik ki, bunun 10 sırasını rezin eləyəcəm. İndi bu saat başlayıram 10 sıra rezin toxumağa və bu 10 sıranı markerlə işarələyəcəyik. Ondan sonra da 14 sırada toxuyub dayanacağıq. Keçəcəyik bu yaxanı filan ayrı eləməyə. Bu hissə toxumada ən sadə və primitiv hissə olacaq. Çünki burada sadəcə biz eləcə düz toxuyub gediyirik. Siz istəsəniz naxış filan da yerləşdirə bilərsiniz. Amma gəlin hələ ki belə baxaq. Deyim. Tak, toxuyuruq. Deməli, sap götürürük belə. Baxın, sapın ucu burada qalmalıdır. Belə. Milimizi, sapı arxaya keçirdək məsləhətlidir. Başlayırıq. Deməli, bu ilmələri toxuduğumuz zonaya yaxın sürüşdürməyiniz məsləhətlidir. Lap çox sıxmayın. Deməli, biz dedik ki, 6 ilmə düymə zolağı üçün saxlayırıq. Deməli, buradan 6 ilmə toxuyuram. Buranı ilmə zolağında gəlin haroşa ilə eləyək. Deməli, ilk ilməni toxumadan çıxardıram belə. Bu bir. Növbəti 5 ilməni düz ilmə kimi toxuyuram. Belə. İlməni baxın necə götürürüm. Soldan sağa. İlmənin başınız çıxmırsa, o Express Masterclass videoların hamısının linkini qoyacağım bu videonun altında. Keçib burada baxarsınız. Çünki orada daha detallı başa salmışam. Burada ona lap belə vaxt sərf eləməyək. Tak, 4 dənə. İkisini də düz toxuyuruq. Tak. 1, 2, 3, 4, 5, 6. Tak, 6 dənə düymə zolağı üçün toxuduq. Markerimizi yerləşdiririk. Yəni bu bizə ayırır. İndi başlayırıq rezin toxumağa. İndi burada belə bir fişka eləmək istəyirəm. Gəlin bunu sizə göstərim. Götürməyəm ki, hara qoydum mən.
Deməli, baxın, burada düymə zolağı haroşa ilə gedəcək, eyni buradakı kimi məndə. Bu haroşa xətti də ayrılıb görsənsin deyə burada ayırmamışam. Bu belə elə bir ki, bir ayrılmağı yoxdur. Mən istəyirəm bu 6 ilmə düymə zolağından dərhal sonra tərs ilmə toxuyum, bax bu başdan ayağa axıra qədər. Ki, bax bu sıra zolaq kimi qəşəng ayrılsın. Çünki burada tərs ilmə toxusam, tərs ilmə baxın belə çökəyə gedir. Ona görə sıranı ayırır, daha aydın görsənir. Ona görə mən burada deməli düymə zolağından dərhal sonra başlayırıq rezinimizi toxumağa və həmin o rezini də tərs ilmədən başlayıram toxumağa. Sapı keçirdirəm qabağa, milimi belə keçirdirəm ilməyə və sapımı verirəm aşağıdan yuxarı belə. Toxuyuram, qabaqdan arxaya çıxardıram sapı. Bu oldu rezinimin ilk tərs ilməsi. Getdik sonra. Rezin birin birə olacaqdı burada. Bir tərs, bir düz. Bu düz. Bu tərs. Oy, bayaqkini mən şey elədim, desən aşağıdan yuxarı verdim. O bir sırada düzəldir. Tak. Tak, bu oldu tərs, sonra düz. Sonra tərs. Sonra düz. Tərs. Bir dənə düz. Bir dənə tərs. Tak, belə. Sıranın sonuna qədər, son 6 ilməyə qədər toxuyub gedirik. 2-3 sıranı birlikdə toxuyaq. Tak, tərs ilməli, düz. Tərs. Düz. Tərs. Düz. Tərs. Tak. Burada indi pauza verəcəm. Bu sıranın sonuna yaxın bir də görüşək. Orada vaxtımız çox getməsin videoya. Tak, rezinin birinci sırasının sonuna yaxınlaşırıq. Deməli, burada son 6 ilməni belə bir vizualini ayıraq. Deməli, burada 6 ilmə toxumaq lazımdır. Davam edirik. Значит, bir dənə düz ilmə, tərs ilmə, düz ilmə, tərs ilmə, düz ilmə, tərs ilmə. Tərs ilmə və düzdür. Deməli, düz hesabladım, düz yerləşdirdim. Deməli, bizim elə məqsədimiz oydu ki, düymə zolaqlarından dərhal sonra tərs ilmələr gəlsin. Burada başlayanda yerləşdirdik. Burada sonda da tərs ilmə gəldi. Deməli, hesablama düz gedir. Burada da markerimizi qoyuruq. Düymə zolağımızı dedik ki, haroşa toxuyuruq. Haroşanı da hər iki tərəfdə, düz tərəfdə, tərs tərəfdə düz ilmələr toxuyuruq. Bunu da bilmirsinizsə, bunun da haroşa toxumağın videosunu qızlar, bu linkin, videonun altında linkini qoyacağım, yaxşı. Oradan keçib baxarsınız. Əslində onun Azərbaycanca adını bilmirəm. Haroşa türkçə deyirlər. Bir də platoçka rusca deyirlər. Platoçna vizayni. Sıranın son ilməsini də tərs ilmə kimi toxuyuram. Orada artıq sapı aşağıdan verirəm. Deməli, bütün sıralarda sıranın deməli, ilk ilməsini toxumadan çıxardırıq. Son ilməsini tərs ilmə kimi toxuyuruq. Kənarlar səliqəli qalsın deyə. İndi burada gəlin belə eləyək də, yeni başlamışıq deyə toxumağa. Özümüzə işarə eləyə bilərik ki, bədən hissəni toxuyuruq. Deməli, aşağıdan başladıq. Birinci sıra
Birinci sıra bizdə düz tərəf sayılır. Paltarın düz tərəfi, okey, düz üzü. Düz tərəf. Biz burada düymə zolağı və rezin qoyduq. Buna bir quşbu getdi. İkinci sıra. İndi toxuyacağıq. Tərs tərəf. Elə naxışlar seçmişəm ki, əslində burada indi rezin toxuyuruq deyə hər iki tərəfdə eyni olacaq. Bunu işarələyirik nəyə görə? Çünki 10 sıra biz rezin toxuyuruq hələ ki. Deməli, markerlərimiz də yerləşib. Ona görə burada artıq heç nə saymağa filan ehtiyac yoxdur. Artıq marker bunu saxlayır. Sadəcə toxuyub gedirik. Okey, deməli, düymə zolağını yenə tərs tərəfdəyik. Deməli, bunların hamısını düz ilməklə toxuyub gedirik. Deməli, birinci ilməni toxumadan çıxardıram. Biraz dartaq. Sonra növbəti getdik, düz toxuyuruq. Düz. Düz. Bu da düz. Markeri keçirdirik bu pis tərəfə. Deməli, indi birin-birə rezini necə toxuyuruq? Baxın qızlar, burada nə ilmə görürüksə, həmin ilmənin üstünə də eyni onu toxuyuruq. Baxın, bu indi gördüyümüz bu V-yə oxşayan, hörüyə oxşayan, bu bizim düz ilməmizdir. Deməli, bunun üstündə də elə düz ilmə toxuyacaq. Və bu hər iki tərəfə aiddir. Düz tərəfdə də, tərs tərəfdə də rezini belə toxuyuruq. Bu bir. Sonra burada görürük tərs ilmə. Burada elə bir ki, ilmənin bu düz xəttin altında belə qorizontal kəsişmə kimi gedir. Sapı keçirdirik qabağa. Tərs ilmə toxuyuruq. Və s. Bu şəkildə rezinimizi formalaşdırırıq. Getdik. Nəyi görürüksə, onun da üstündən o ilməni toxuyub gedirik. Bunu da biraz belə yaxınlaşdıraq bura. Dartılmasın çox. Düz. Tərs, düz, sapın biri qaçdı, düz, tərs, buradan sabitləyək, düz, tərs, düz, tərs, burada yenə pauzanı basacağım, sıranın sonuna yaxın görüşək. Üçüncü sıraya keçidi də birlikdə toxuyaq. Okay. Belədir görüntü. İkinci sıranın sonuna yaxınlaşırıq. Gəlin birlikdə bitirək. Deməli, bayaq qeyd elədim ki, düymə zolaqlarından dərhal sonra tərs ilmə gəlsin. Okay. Bu sizi çaşdırmasın burada mənim elədiyim. Biz tərs tərəfdəyik. Ona görə tərs tərəfdə düymə zolağından sonra rezin üçün düz ilmə gələcək. Həmin bax bu düz ilmə bu pis tərəfdə artıq tərs ilmədir. Okay. Bunu da keçirdik. Son haroşanı da toxuyaq. Burada hələ bir dənə aşağıda düymə yeri qoymaq lazım olacaq hələ. Tak, bunları düz toxuyuruq. Son ilməni tərs ilmə kimi toxuyuram. Sapı aşağıdan veririm. Tak, buna bir quş. Deməli. İkinci sırada bitdi. Keçirəm üçüncü sıraya. Üçüncü sıra düz tərəf, paltarın düz tərəfi. Deməli, getdik. Bunu da ortaya qədər birlikdə eləyək. Deməli, sıranın ilk ilməsini toxumadan çıxardıram. Deməli, burada bu hissədə düz ilmələr toxuyuruq, ancaq haroşa əmələ gətirmək üçün bunu toxuyuruq. Deməli, biz düz tərəfdəyik deyə düymə zolağından sonra markeri keçirdəndən bizə bura tərs ilmə gəlir dərhal. Yəni, bunu da toxuyuruq. Tərs,
düz, tərs, düz, tərs. Belə bu şəkildə gəlin, burada pauza basacağım. Gedək rezinimizi 10 sıra toxuyaq. Bu şəkildə bütün sıraları təkrarlayırıq. Deməli, birinci, ikinci sıranı düz 10 sıra cəmləşdirənə qədər təkrar toxuyuruq. Okay? Çevirirsiniz o tərəfə, bu tərəfə. Sağa sola. Düz tərəfdə, tərs tərəfdə. Deməli, düz tərəfdə birinci sıranı toxuyuruq, tərs tərəfdə ikinci sıranı toxuyuruq. Və belə davam edirik. Bir şey qeyd etmək yadımdan çıxdı bu rezin barədə. Paltarınızı hər hansı ölçü millə toxuyursunuzsa, məsələn mən burada 6 mm ölçülü millə toxuyuram. Məsləhətli olar ki, rezin daha da belə dar və kip olsun deyə paltarın rezinini bir yarım ölçü aşağı ölçü ilə millə toxuyasınız. Məsələn, mən bu bütöv paltarın hamısını 6 mm millə toxuyacamsa, rezini 5,5 və ya 5 mm ölçülü millə toxuya bilərdim. Aşağısını özüm geniş qoydum. Qolları və boğazı ola bilər ki, keçdim dara. Orada göstərəcəm keçid eləməyi də sizə mütləq. İnşallah ki, yadımdan çıxmasın. Gərək qeyd edeyim özümə. Yəni, bunu sadəcə özünüz üçün nəzərdə saxlayın. Növşə, rezinimiz də yavaş-yavaş formalaşır burada. Yavaş-yavaş burada rezin əmələ gəlir. Deməli, belə bir şeyimiz olacaq. Bunu yuxarıdan aşağı toxumuşdum. Burada ilmələrdə biraz görünüş fərqlidir. Amma rezinimiz belə olacaq. Alt araları filan. Yox, onu burada göstərə bilməyəcəm. Okey, neçə var? Hər nəsə, gedək 10 sıra rezinimizi toxuyaq. Deməli, mən 3 yarısındayam da. Deməli, bunu 10 dənə eləyin. Onda davam eləyək. Düz toxuma hissəsinə keçək, palatma hissəsinə, bədənə. Burada sadəcə düymə zolağı və düz toxumalar gedəcək. Tak, qızlar, deməli, mən hələ ki 5 sıra tam toxudum. İndi 6-cı sıraya keçməliyəm. Gəlin, burada düymə deşiyi yerləşdirmək istəyirəm və onu da sizə başa salım. Bilmirəm, bəlkə bilirdiniz ya yox. Düymənin yerləşməsi xanımlar və oğlanlı kişilər üçün, qızlar, oğlanlar üçün fərqlidir. Məsələn, burada nümunə kimi belə göstərmişəm. Özümün də həmişə yadımdan çıxır. Deməli, oğlanlar üçün hazır geyimdə düymə sol tərəfdə olur, düymənin deşiyi sağ tərəfdə. Qızlar üçünsə əksinə, deməli, bunu internetdən tapmışdım. Neçə il bundan qabaq belə çəkmişdim özümə. Deməli, qızlar üçün düymənin deşiyi sol tərəfdə olmalıdır. Düymənin özü isə sağ tərəfdə tikilir və belə üst-üstə qoyulub bağlanır. Deməli, indi mən bunu bizim toxuduğumuz əşyada necə hesablamaq olar, necə yerləşdiririk? Biz yəni bunu belə aşağıdan yuxarı toxuyuruqsa, baxın, indi bu qədər ətəyi toxunubdur, okey? Məsələn, bax, bu da düymə zolaqlarıdır da. Düyməni bağlayanda bunlar üst-üstə gələcək, belə düzdür. Bu da əşyanın ətəyi olacaq. İndi əgər mən oğlan uşağı üçün istəyirəmsə, deməli, mən düymə deşiyi sağ hissədə olmalıdır burada. Deməli, onda elə düşür ki, oğlan üçün bu əşyamızda, indi toxuduğumuz əşyada, oğlan üçün düymə deşiyi yerləşdirmək istəsəm bu paltarda, mən onu cüt sıralarda eləməliyəm. Cüt sırada, 6-cı sırada eləyəcəm indi, baxın, 6-cı sıra. Bu olacaq, yox, 6-cı sıra tərs sıradır. Bax, görürsünüz, ona görə yazmaq lazımdır. 6-cı sıra tərs tərəfdir. Bura düymə yerləşdirsək, düymənin deşiyini də, yəni ki, gəlin onu da eləyək bir yerdə. Deməli, düymənin, indi bax, buradan toxumağa başlasam, deməli, bu paltarın sağ tərəfi olacaq, sağ yaxa, düzdür.
Deməli, indi burada yerləşdirəcəm. Bu olacaq oğlan üçün. Qızlar üçün yerləşdirmək istəsəz, deməli bu cüt sıranı toxuyursunuz. Tək sıralarda qız üçün eyni şeyi yerləşdirirsiniz. O da artıq düşəcək bu hissəyə. Onda deməli gəlin elə bunu birbaşa burada eləyək. Məsələn, mən keçirəm 6-cı sıraya. Məndə düymə oğlanlar üçün olacaq yerləşdirmə. Gəlin bunun ikisini də hazırlayaq. Markerlərim. Düymənin həm deşiyini, həm də o birisi tərəfdəki yerini mən dərhal işarələyirəm ki, düyməni tikmək üçün yeri də axtarmayaq sonra. Deməli 6 ilməlik düymə zolağında deməli mən necə yerləşdirirəm? Deşiyi necə yaradaq burada? Gəlin baxaq. Tak, deməli birinci ilməni toxumadan çıxardıram. Növbəti 2 ilməni, ikisini bir yerdə toxuyuram. İkisini bir yerdə, elə ki, ilmə azaltma eləyirəm burada. Belə bunları biraz genişləndirək, ilmə keçsin. Taşını 20 il keçsin. Deməli, baxın, bu ikisini belə. İkisini bir yerdə adi düz ilmə kimi toxuyuram. Toxudum. İndi burada 2 dənə ilmə artırmalıyam. 2 dənə ilməni necə artırıram? Baxın, bunu görürsünüz. Sapı belə tuturam, çevirirəm, belə giyindirirəm. Bu bir dənə artım və yenə 2 dənə artım. Sonra keçirik yenə. Burada növbəti 2 ilməni yenə birləşdirib toxuyuruq. Biraz genişləndirək. Bunu da bunun da ikisini bir yerdə toxudum. Tak, bunun da ikisi bir yerdə toxundu. Və düymə zolağının sonuncu bu tək ilməsini də düz ilmə kimi toxuyuram. Biz burada bilirsiniz nəyə? Baxın, burada artıq belə bir deşik əmələ gəldi. İndi o birisi sırada, növbəti sırada bunu toxuyanda bu sabitlənəcək belə. Və belə. Deməli, biz burada 2 dəfə 2 ilmə bağladıq, amma ümumilikdə düymə zolağının ilmələrinin sayı dəyişməsin deyə bağladığımız qədər də artırdıq. 2 ilmə bağladıqsa 2 ilmə də artırdıq. Ona görə 6 ilmə düymə zolağı olaraq qaldı. Deməli, dərhal bunu burada, bax elə bu deşiyin içindən belə böyrünə işarələyirəm markerlə. Mən burada tərs tərəfdəyim də bunu əks tərəfdən işarələmək yaxşıdır deyəm. Bir dəqiqə. Burada. Da, bunu buradan işarələdik. İndi gəlin bunu test toxuyaq. Burada pauzaya basacağım. Bu düz tərs ilmələri toxuyaq. Növbəti düymə zolağına çatanda göstərəcəm sizə. Bu sıranı bitiririk. Tak, deməli, sıranın əvvəlində düymə deşiyi qoyduq deyə burada artıq bunu eləməyə ehtiyac yoxdur. Sadəcə toxuyub bitirirsiniz. Amma əgər sizdə digər tərəfdən, yəni qızlar üçün düymə deşiyi qoymaq istəsəz, siz onda deşiyi burada qoyacaqsınız. Məsələn, sizin səmtiniz bura düşsə sıranın sonuna, gəlin belə başa salım da sizə. Deməli, onda belə eləyəcəksiniz. Bayaq elədiyimiz eyni bir şey. Birinci ilməni toxuyursunuz. Növbəti 2 ilməni birləşdirirsiniz. Sonra ilmə artırırsınız burada. Bayaq birincidə göstərdiyim kimi belə. Sonra növbəti 2 ilməni yenə birləşdirirsiniz. Və bu sıranın son ilməsidir deyə buna tərs toxuyursunuz belə.
O da sizin növbəti düymə deşiyiniz. Amma bu mənə lazım deyil. Bunu indi açaq. Yenə lazım olan kimi bizə toxuyaq. Qızılar, qızdırmalar necə toxudumuza elə də açıram. Burada 2 dənə əlavə idi. Bunu açırıq. Və bu ikisini də buradan birbirinin içine keçdi bu deyəsən. Bir dəqiqə burada nəsə işlər baş verdi. Buradaki açıldı deyəsən. Dəqiqə. Okey. İlmələr fırlanmışdı. O şimdi yerine qaytardım. Bak bu 1, bu da 5. Okey, hamısı yerindədir. Bunları düz toxuyuruq. Çaşıb hər iki tərəfdən şeydir, düymə üçün teşik qoymayasınız. Okey. İndi deməli biz bu sıranın əvvəlində baxın bu tərəfdən düymənin deşiyi üçün işarə qoyduqsa, burada da düymənin tikiləcək yeri üçün mütləq işarə qoyaq. Çünki onu sonra tapmaq çətin olacaqdır. Sıraları say, nə bilim, nə tutuşdur elə. Elə bax bu sıranı toxumuşuq. Baba ən. Elə bax bura. Bir dənə marker. Belə elədiniz. Siz artıq bunu birləşdirəndə baxın. Bu düymənin deşiyi, bu da düymənin özü. Bu belə birləşdirirsiniz. Gəlin bunu keçirdək bura. Düyməmiz olsun güyamış. Bu belə üst-üstə səliqəli duracaq. Okey. Okey. İndi deməli mən 6-cı sıranı bitirdim və burada düymə yerləşdirdim. İndi keçirəm 7-ci sıraya. Bu olacaq düz tərəf. Deməli, burada nəyə göstərmək istəyirəm? Bu 7-ci sırada sizdə. Bu 7-ci sıranı gəlin özünüz başlayın, özümüz toxuyaq. Bunu videoya salmayacağım. Buradan başlayaq toxumağa. Bura çatanda mən sizə bu ilmək artırmışdığa burada, bu deşik üçün. Onu bu tərəfdə necə toxumaq lazımdır göstərim. Yaxşı. Sıranı həmişəki kimi başlayırıq. Toxuyaq. Gəldik, çatdıq. Deməli. Baxın bu əlavə elədiyimiz ilmələrin üstünə. Əslində belə də bir şey yoxdur. Göstərməmək də olardı. Amma neysə, gəlin göstərək. Deməli düz toxuyuruq. Düz getdiyində bu növbəti ikisi bizdə artırmadır. İndi gəlin bunun istiqamətinə baxaq. Baxın. Bu ilmə bu tərəfdən belə çevrilib. Buradan toxusam bu lap çox çevriləcək. Elə bir ki, baxın. Dəqiq göstər. Bu ilmə bu saat. Baxın necə durub. Tutalım ki, baxın belə durub. Belə. Əgər mən mili buradan salıb, buradan belə toxusam onu, bu durduğu belə çevriləcək lap da. Elə bir ki, 2 dəfə çevriləcək. Amma buradan toxusam, məncə biraz sabit qalacaq. Elə bir ki, çalışmaq lazımdır ki, ilmə çox da belə fırlanmasın. Onda çox sıx və dar olacaqdır. Əsas odur ki, bir də elə toxuyun ki, açılmasın toxuyanda. Çünki əks tərəfdən nəsə toxumaq istəsəz, baxın, buradan açıla bilər. Belə çönsə, oradan bura, arxadan qabağa. Ona görə buradan belə salsaq, kifayət edəcəkdir. Bu belə getdi. Bu da belə əlavə olunmuş ilmələr ikisi də. Vəsə. Sabitləndi. Bunu da artıq həmişəki kimi belə toxuyaq gedək. Bu qədər. Bizim, baxın, bura qəşəng yekə bir dənə düymə salmaq olar. Barmağım keçir. Tak, indi burada baxaq görə bu fırlanmadı ki. Aha, 7-ci sıranı mən bitirdim. İndi keçirəm 8-ci sıraya. Bunu həmişə qeyd eləyin. Əsas da yeni başlayırsınızsa. Çünki harda olduğunuzu biləsiniz. İndi tərs tərəfdəyim mən. Təbii.
Tərs tərəfdəyim. İndi gedək baxaq. İlmələr çevirelim. 8-ci sıranı toxuyuram. Deməli, sıranın ilk ilməsini toxumadan çıxardıram. Bunları düz ilmə kimi toxuyuram. Bayaqki kimi standartla heç nə dəyişməyib. Əla, qəşəng getdi. Heç nəyi fırlatmaq, dəyişmək lazım deyil. Burada da ki, düz ilmədir bu, çaşdım. Rezinimizi toxuyub gedirik. Düz ilmə üstündən düz ilmə, tərs ilmə üstündən tərs ilmə. Bu qədər. Burada artıq bu dəfə toçla pauza basırıq. Bir də gəlin baxaq görək, hesablayaq. Düymələri neçə sıradan bir yerləşdirək. Bir dəqiqə. Deməli, düyməni yerləşdirmək. Deməli, biz indi 6-cı sırada elədik də. Bunun arasında bir haradasa, bax, biz rezini dedik ki 5 cm olacaq. Bəlkə elə 10 sıradan bir yerləşdirək düymələri. Deməli, bizdə burada nə yazılıbdır? Mən 24 sıra toxumalıyamsa, 10 sıra məncə yaxşı olar buna. Çünki 2 qat sapla toxuyuruq. Gəlin 10 sıradan bir yerləşdirək. Deməli, indi 6-cı sırada. Bax, burada biz 6-cı sırada düymə yerləşdirdik. Deməli, növbəti düz bu 6-dan 10 sıra sonra yerləşdirəcək. Bundan sonra 9 və 10-cu sıra rezin toxuyacağım. Bu 10-cu sırada rezin bitəcək, düzdür. Deməli, cəmi 24 sıra toxumalıyam mən. Onun 10 dənəsi rezindir. Bundan sonra gələcək, deməli, qalır 24-dən 10 çıxanda 14 olur. Deməli, burada 14 sıra mən düz litvay qlaç toxuyacaq. Onu toxuyanda baxacaq nədir. 7, gəlin burada davam eləyək. 8, 9, 10, 11, 12, 13. Bu da, yerləşmədi. Bu da olsun 14. Okey. Deməli, burada indi düyməni yerləşdirmək. Gəlin bu bir ruçka ilə gedirik. Yaxşı olmalı, fərqlənsin. Deməli, 6-da düymə oldusa 10 sıradan sonra növbəti 10-cu sırada mən buradan işarə eləyirəm. Baxın. 6-dan sonra başlayıram bunlar saymağa. 1. Burada 7-ci sırada ümumiyyətlə rezinin 7-ci sırası. Amma düymə üçün 1 sayıram. 2, 3, 4, 5. Bu 5-ci artıq bu düz tərəfə düşür. 6, 7, 8, 9, 10. Düz toxumanın 6-cı sırasında növbəti düyməmi eləyəcəm. 10-cu sıraya qoyaq, yoxsa 11-ciyə qoyaq. Burada baxarıq. Çünki düz tərəfdə ya tərs tərəfdə olmağına baxarıq. Ola bilər bu burada eləyərik, ola bilər növbətisində eləyərik. Okay. Deməli 10 sıradan bir yerləşdirsək, tutalım ki 1, 4, 5, 6, 7, 8. Burada hələ yaxa hissəsi də var. Yaxaya çıxacaq. Okay, yaxşı. Lap çox da qabağa getməyək. Aləmi dəyər bir-birinə. Nə var şimdi? 10 sıradan bir, ya 10-cuda ya 11-cidə düymə yerləşdirək. Bu yəni bir sıra o tərəf bu tərəf fərq eləməz, amma yəni dəqiq bilin ki, məsələn 10 dənə saydınız, 11-cidə düymə qoyursunuz, ya da ki 10-cuda. 10-cuda qoyaq. 10-cuda qoyaq ki, çünki bundan sonra biri saymağa başlayırıq. Bu burada 10-cuda. Deməli bunun 6-cı sırasında qoyuruq. Okey, güzel. Getdik toxumağa. Okey, ay cəmaət. 10 sıra rezinimizi toxuduq. Bu hissə hazırdır. Deməli 10-cu rezinin sırası tərs tərəflə bitirdik. İndi biz düz toxumağa keçirik. Düz toxumada indi nəyi nəzərdə tuturam? Baxın, burada rezini bitirdik və bu hissə başlayacaqdı. Bu görünüş olacaqdı. Burada da bu düymə zolağımız eynidir də, eyni şey toxuyuruq. Bu olduğu kimi qalacaq. Və burada da yanında düz toxuma. Rusca buna litvay qlaç deyirlər. Azərbaycan və türkçə bilmirəm. Üzr istəyirəm. Əgər bilirsinizsə, səhvimi düzəldin. Bunun da ki
Deməli, düz tərəfi belə görsənir, tərs tərəfi belə görsənir. Okeymi? Bizdə də belə olacaq. Deməli, mən indi başlayıram. Ümumilikdə elə bir ki 11-ci sıraya keçirim. Amma elə bir ki düz tərəfin, düz toxumanın Litvaya Qladyan birinci sırasını toxuyuram. Bu olacaq. Birinci sıra yazaq, sıfırdan başlayaq. Bu olacaq düz tərəf. Okey. Düyməni dedik növbəti, bax bu sırada toxuyacaq. Deməli, həmin bu birinci düz tərəf sırasını necə toxuyuruq? Göstərim sizə. Deməli, bunları belə sürüşdürək qabağa. Düymə zolağımızı başdan axıra qədər eyni cürə toxuyuruq. Qızlar, ona görə burada da elə birinci ilməni toxumadan çıxardıram. Bu yerdə qalanı düz ilmə kimi toxuyuram. Bu sarı markerə qədər. Bura çatdıq, acımıqdır. Deməli, mən dedim ki, bu düymə zolağı az da çox da olsa seçilsin deyə dərhal ondan sonra tərs ilmə toxuyacağım. Rezini bitirsək belə, mən burada həmişə tərs ilmə toxuyacağım düz sona qədər. Okey, bunu yadda saxlayaq. İstəsəniz, həmin bu tərs ilməni də bu düymə zolağının markerinin içinə salaq. İçində qalsın, amma məncə belə də aydın ola bilər. Axır ki, bunu həmişə tərs ilmə toxuyacağım. Okey, bunu tərs toxuduq, getdi. İndi buradan tutmuş düz axıra qədər, markerə qədər. Burada yalnız və yalnız düz ilmələr toxuyuruq. Sadə düz ilmələr. Bax, toxuduğumuz kimi. Baxın. Rezinin üstündən gedirik. Burada rezindən sonra sabitləmə gedir. Elə hamısı belə gedəcək. Hamısını düz ilmə toxuyuruq. Burada yəqin pauzaya basacağım. Video çox uzanmasın. Bu sıranın sonuna yaxın görüşək. Sıranın sonuna yaxınlaşırıq. Deməli, markerə bir ilmə qalmış əlimi saxlayıram və burada da markerdən əvvəl tərs ilmə toxuyacağım. Bütün əşya boyu belə. Markeri keçirdim. Sonra bu platoçkanın, haroşanın düz ilmələrini toxuyuram. Sıranın son ilməsini tərs toxuyuram. Okey, gördük. Burada nə olur qızlar? Deməli, belə bir şeyimiz əmələ gəldi. Sonra bunu çeviririk. Üzr istəyirəm. Deməli, sonra keçirik bura. Okey, deməli, indi burada ikinci sıraya keçirik və bu sıra olacaq tərs tərəf. Deməli, burada nə edirik? Deməli, bu ikinci sırada düymə zolağını olduğu kimi toxuyuruq. Bir ilk ilməni toxumadan çıxardıram. Növbətiləri düz toxuyuram. Düz markerə qədər. Markeri keçiririm bu birisi tərəfə və markerdən sonra gələn bu ilməni bu tərəfdə, baxın burada düz göstərilib, düz, rezinin düzülməsi. Bunu da burada düz toxuyuruq ki, düz tərəfdə, burada bizdə bu xətt alınsın, bu tərs ilmələrdən ibarət, okey?
Deməli, burada isə qızlar tərs tərəfdir. Növbəti o markerə yaxın tərəfə qədər tərs ilmə toxuyuruq. Ardıcıl getdik. Eləcənə adi tərs ilmələr. Sürüşdürək dartılır. Tak, indi burada yenə marker neyim? Pauzaya basacağım. Rezini bitirmişik. Okey. Ancaq düz ilmələr. Elə bir ki, düz tərəfdə düz ilmələr, tərs tərəfdə tərs ilmələr toxuyuruq. Gəlin burada pauzanı basım. Sıranın sonuna yaxın görüşək. İkinci sıranın sonuna yaxınlaşırıq. Deməli, burada tərs ilmə toxuyuruq. Markerə bir ilmə qalıb və bu ilməni düz toxuyuruq tərs tərəfdə burada. Burada düz toxuyuruq. Baxın, hamısı düz gəlir buradan. Markeri keçirdirəm və bunları axıra qədər düz toxuyuruq. Deməli, son ilməni tərs kimi toxuyuram. Deməli, baxın, bu kənarlarda səliqəli oldu. Bu da belə. Görürsünüz, artıq düz tərəf yanı. Deməli, bundan sonra düz 14-cü sıraya qədər həmin bu birinci və ikinci sıranı dəyişərək təkrarlayırsınız. 3-də 1-i toxuyursunuz, 4-də 2-ni toxuyursunuz və belə sona qədər toxuyub gedirsiniz. Yəni, eyni şey olacaqdır. Burada isə həmin bu 6-cı sırada düymə deşiyini yerləşdirməyi yadınızdan çıxmasın. Onu artıq təkrarlamayacağım, çünki burada detallı şəkildə göstərmişdik bundan əvvəl. Okeymi? Deməli, əgər buradakı sıralarla ola bilər ki, hansısa yazmaq yadınızdan çıxdı, burada bilmirsiniz neçə ilmə toxumusunuz ya yox, bunu çox asan bir şəkildə saya bilərsiniz. Hörükləri sayın. Baxın, biz əvvəlcə dedik ki, lap əvvəldə, bu 1-2 hissəli, bax bu ilmə 1 ilmədir. Deməli, onu sayırıq. Baxın, bunun altında nə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, burada bizim rezinimiz bitdi. İstəyərsəniz əgər, bura bu markerlərdən, bunlardan bir dənə bu ilməyə yerləşdirin. Bu 10-cu rezin burada bitdi. Və artıq biləcəksiniz ki, bu 10-cudan sonra sizin saydığınız bu hörüklər həmin bu tərəfin hörükləri çıxacaqdır. Bu bunların. Bana dərhal bundan sonra yeni hörüklər gəlir. 1, 2, 2 sırada toxumuşuq biz burada. 1-2 sıra hazırdır bizdə. Ona görə belə düz tərəfdən saya bilərsiniz. Markeri həmişə düz tərəfdən sayın. Hörükləri, sıraları hamısını düz tərəfdən sayın. Baxın, artıq görünüş əmələ gəlməyə başlayır yavaş-yavaş belə. Əşyamızın aşağı hissəsi. Hər nəysə, gedək toxuyaq qızlar. Siz də toxuyun, mən də toxuyum. Bu 14 sıranı da bitirək. Sonra keçək yaxaları həll eləyək. Deməli, uşaqlar, bu qədər toxuduq. Deməli, ətəyi qısa oldu. Elə bil krop olan kimi çıxacaq. İndi baxaraq axırda nə olacaq görüntüsü. Deməli, burada nə etmək lazımdır? Biz artıq lazımlı sıranı toxuduq. Bura yazmışdım mən. Düyməni demişdim ki, burada eləyəcəm. Fikrimi dəyişdim. 2 sıra sonra elədim. Deməli, 8-ci sırada tərs tərəfdə həmin bu ikinci düyməni elədim. Çünki 2 sıra aşağı elə bildim ki, çox dardır düymələrin arasında məsafə. Ona görə biraz çoxaltdım. Bu əslində problemli bir məsələ deyil. Bunu özünüz istədiyiniz kimi eləyə bilərsiniz. Mənim məsləhətim ola bilər ki, düymə nə qədər böyükdürsə, düymələrin arasındakı məsafədə biraz böyük olmalıdır. Xırda düymə üçün isə əksinə yaxın olmaq məsləhətdir. Amma buna da yenə tərcih məsələsidir. Bu bir qanun deyil. Deməli, bədən hissəsini toxuduq, qutardıq. Bu qədər çıxdı. İndi biz keçməliyik. Deməli, bu hissəni toxuduq qol altılarına qədər. İndi keçib yaxa hissəni toxumalıyıq burada. Bunun üçün də belə işarələmişəm. Deməli,
Mən 3 ay bədən ölçüsü üçün toxuyuram da. İkinci ölçü üçün. Deməli, burada belə işarə elədim. Mən toxumalıyam. Mənə lazım olan ölçüdə 18 sıra. Elə ki, bu hündürlüyü. Buradan da həm qol kəsiydi də. Buradan qol toxuyacaq sonra. İndi hələ ki, yaxanı. Elə ki, baxın, sol yaxa, sağ yaxa, bir də bunun arxasındakı kürək hissəni toxuyacaq. İndi bunun üstündə də göstəreyim. Deməli, ayrıcana toxuyacaq buradan sol yaxa. Sonra buradan sağ yaxa ayrı-ayrı toxuyuruq. Sonra bunu çevirəcəyik. Buradan bel toxuyuruq, bütöv gələcək. Dedik ki, 3 dənə ayrı-ayrı hissə davam edib toxuyacaq. Üçü də hamısı eyni cürə 18 sıra olacaq. Burada işarə elədim. İndi baxaq, bu necə görsənir buradan. Kıstati, bunu da toxuya-toxuya düymələrimizi yerləşdirməyi yaddan çıxartmırıq. Məndə oldu 12 sıradan bir. Baxın, bu 14 sıra ki, bədəni mən toxudum. Bu 10 sıra rezin, üstünə görə 14 sıra bu, deməli, adi düz toxuma. Deməli, 14-cü də, deməli, bu 8-ci tərs sırada, tərs tərəfki sırada, 12-ci sırada mən düymə qoydum. Deməli, bundan sonra növbəti 12 dənə sayıram düymə üçün. Elə bir ki, 12 sıradan bir düymə qoyuram, deşiyim. Deməli, buradan sonra öz sıralar gedir. Deməli, bunun 14-cüsündə düymənin 6-cı sırası düşür. Deməli, düyməni qoyacağım növbəti 12-ci sıra yaxanın deməli, 6-cı sırasına düşür. Deməli, bunu da biz sağ yaxada eləyirik. Deməli, indi mən bunu toxuyacam deyə burada heç bir deşik plan qoymayacaq. Burada bizə lazım deyil. Ancaq sol yaxada düymə deşiyini qoymaqla məşğul olacaq. Burada amma düymənin yerini də qoymağa fikir vermək olar. Bu bir. İkincisi, indi bunu necə bölüşdürək? Bu məsələ də var. Baxın, bu hesablama seriyasında, belə deyək, hesablama bölməsində belə bir şey eləmişdik, yadınızdadır. Deməli, ətəyi saydıq buradan aşağıdan. Aşağıdan bu bədən enini sayanda biz 70 ilmənin üstünə gəldik, çıxdıq mənim ölçüm üçün. Mən 71 yığdım. İndi bunu necə paylaşdıraq? Baxın, cəmi 70 ilmədir. Mən əvvəl başa saldığım səbəblərə görə 71 yığmışdım. İndi bax, bel üçün, burada hazır var da. Baxın, deməli, burada elə bir ki, bir yaxa 13-6, bir yaxada, o bir yaxada 13-6. Deməli, belə eləyək də. Belə ayıraq, daha yaxşı görsənsin. 6, 13, 6, 13. Deməli, burada da yerdə qalır. 32 idi, mən də bura 31 gəldim. Çünki bunu mən özüm şəxsən yazdım. Bir dəqiqə qəşəng göstərim sizə. Deməli, burada bel hissəsinə 32 ilmə saydıq bunu. Sonra bu yaxanı da bu tərzdə paylaşdırdıq. Bunu təzədən burada başa salmıram burada. Deməli, elə o paylaşdırdığımız kimi də şey eləyirik. Deməli, sol yaxaya bu düşür. 6 ilmə düymə zolağı, 12 ilmə yaxanın özü. Eləcə də sağ-sol tərəfdə hamısı eyni olacaq. Belə də 32 ilmə əgər mənim kimi bir dənə də əlavə elədirsə rezinin simetriyası üçün siz düzünə 33 ayıracaqsınız. İndi bunu toxuyanda da belə işarələyib ayıracaq. Getdik. Deməli, ay başı, ay qardaş. Gəlin elə burada ilmə çıxartmadan bunu toxuyaq. Məsləhət görürəm ki, biriləri də sonra eləyərik. Deməli, 13 ayırmalıyam da. Deməli, bunun birinci sırasını toxuyuram. Sol yaxa birinci ilməni toxumadan çıxardıram. Deməli, düymə zolağını olduğu kimi toxuyuram. Da artıq daha detallı məlumat vermirəm. Çünki bayaqdan neçə dəfə təkrar izah eləmişəm. Deməli, düymə zolağından dərhal sonra gələn ilməni tərs toxuyuram. Bunu yaddan çıxartmıram. Bunu axıra qədər belə toxuyacaq burada. İndi burada mən toxumalıyam. 13 ilmə toxuyub dayanacam.
Tak, bu artıq bu tərs toxuduğumuz ilməni də sayırıq. Bu birincidir. 2 3 4 5 6 7 8 9 10 11 12 bir də oy. Bu da 13. Tak, bunu belə toxuduq buradan. Baxın. Yaxanı. Bu kürəyi və bu qalan yaxa hissəni hələ ki dəymirik. Hələ ki biz bu sol yaxanı, ancaq sol yaxanı döndərə-döndərə toxuyub qaldıracağıq. Deməli biz indi nə etdik burada? Sol yaxanı toxuyuruq da. Sol yaxada deməli birinci sıra, sol yaxanın birinci sırasını toxuduq və bu da düz tərəfdir. Düz tərəf. İndi mən toxuyacağım sol yaxanın ikinci sırasını və bu da olacaq tərs tərəf. İndi gəlin sizə göstərim. Deməli, baxın, bura qədər aydındır. Bu 13 dənəsini toxuduq. İndi bu olduğumuz yerdə. Bunu, kıstati, buradan çıxartmaq olar belə. Çünki biz bu kürək hissəni hələ ki tərpətmirik. Ancaq bu kusoku toxuyuruq. Bunu çıxardım, bura sizi də çaşdırmasın, toxumağa da rahat olsun. Deməli, bu yerdə mən məsləhət görürəm ki, kənar ilmələri də toxuyaq. Bu da buradan belə gəlir. Yaxşı, buraxaq, başqa texnika ilə qol çıxartmağı göstərərəm. Okay. Deməli, birinci ilməni toxumadan çıxardıram və getdik tərs ilmə toxuyuruq. Sıranı bitirənə qədər. Sürüşdü. Sürüşmədi. Burada artıq saymağa ehtiyac yoxdur. Dök. Bunu düymə zolağından, baxın, markerdən bir düymə əvvəli tərs tərəfdə düz toxuyuruq. Bu olduğu kimi qalır. Sonra markeri keçirdirəm. Düymə zolağını toxuyuram. Həmişə olduğu kimi. Və son ilməni də tərs ilmə kimi toxuyuram. Bu heç. Okay. İndi bunu təzədən bir də çeviririk belə. Baxın. Deməli, burada nə baş verir, nə verir baş? Biz hal-hazırda bu yaxanı toxuyub qaldırmağa davam eləyəcək və bu da buradan ayrılacaq. Baxın, hündürlük qalxacaq. Deməli, gəlin bir-iki sıranla birlikdə toxuyaq ki, vizualinə görəsiniz. Belə toxuyub gedirik. Bu yaxanın 6-cı sırasında düymə yerləşdirəcək işarəsini. Bu sol yaxada deşik qoymuruq. Deşik məndə bu tərəfdədir. Əgər siz də mənim kimi toxuyursunuzsa. Amma bu markerlə düymənin yerini işarələyəcəm. İndi olacaq 3-cü sıra, sol yaxanın 3-cü sırası. Və olacaq düz tərəf. Düz tərəf. Getdik. Toxuyaq. Ay cəmaət. Yenə də həmişəki kimi ilk ilməni toxumadan çıxardıram. Qalanını düymə zolağında düz ilmələr toxuyuram. Haroşamız əmələ gəlsin. Markeri keçirdirəm. Markerdən dərhal sonraki ilməni tərs toxuyuram.
Sonra növbəti ilmələri axıra qədər düz toxuyuram, lap axırıncıdan başqa. Tak. Qaldı. Və son ilməni tərs ilmə kimi toxuyuram. Belə. Okey, bunu da elədik. İndi çevirəcəyik və toxuyacağıq. Sol yaxanın, baxın, sol yaxa burada yazmışım. Sol yaxanın 4-cü sırası olacaq tərs tərəf. Tərs tərəf. Və toxuduğumuzu çeviririk. Və toxuyuruq. Bunu arxaya eləmək məsləhətlidir. İlk ilməni toxumadan çıxardıram. Sonra sapı keçirdirim qabağa və tərs ilmələrimi toxuyuram. Sürüşdü. Markerdən əvvəlki ilməni düz toxuyuram tərs tərəfdə, markeri keçirdirəm və bunları da düz toxuyuram. Sonuncudan başqa, çünki sonuncu ilməni tərs toxuyuram. İlk və son ilmələri belə toxuyuruq ki, baxın bu kənarda belə səliqəli vəziyyət yaransın. Okey. Baxın 4 sıranı toxuduq. Bu buradan belə qalxdı. Görürsünüz? Belə yaxanı toxuyub qaldırırıq. Deməli, gedək. Siz də, mən də. Deməli, bunun hamısını axıra qədər toxuyaq. Deməli, düyməni də işarəliyim burada. Deməli, mən burada deməli 12-ci sırada burada düymə qoyacağım. Bunu belə işarələyirəm. Sonra yenidən saymağa başlayıram. Növbəti düymənin yerini 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Əhsən. Elə ən axırıncı sıraya düymə deşiyi düşür. Lap yaxşı. Bunu yerləşdirərik. Bu 18-ci sıradan sonra lap axırda elə bir ki 18-ci sıra burada bitir. Burada da elə düymə deşiyi yerləşdirəcəyik. Ondan sonra bu boğaz da var. Yəni bunu da qaldıracaq. Elə onu tənzimləyər bitər. Yəni onun üstünə də eləmək olar. Ona baxarıq sonra. Neyse, getdik toxumağa. Deməli, sol yaxamı toxudum. Deməli, baxın, belə bir görüntü əmələ gəlir. Deməli, bunu belə bağlayacağıq, biz bağlasaq. Görürsünüz, burada artıq sol yaxa hündürlənib. Toxuduq, əlbəttə ki. Kənarları belədir. Buradan görünürsə, əgər bu tərəfdən də hər şey stabildir. Burada növbəti düymə yerini işarələdim. Eyni rəngdə də bundan, bu birisi tərəfdə həmin bu yerin düymə deşiyini toxuyanda bunu da ora paylaşdıracaq. Belə elə bil ki, bilmək daha asan olur ki, məsələn bu düymənin deşiyidir, bu da həmin düymənin özünün yeridir, bura tikiləcək və s. belə. Deməli, biz
Baxın, sol yaxanı bu qədər toxuduq. 18 sıra mən toxumalı idim, mən öz bədən ölçümə görə. Deməli, burada 12-ci sırada düymə yerini işarələdim. O da həmin bax budur. Bir də ən sonuncu 18-ci sıraya düşür düymə sırası. Burada 12 dedim, burada əslində 6-dır. Yaxanın 6-cı sırası. Bir də 18-ci sırada elə bax bu tərs sıradır. Bunu indi biz nə iş görəcəyik? Buna elə burada, gəlin bunu da belə eləyək. Düymə yerini. Bunu bir-birinə ilişdirirəm belə. Bunu da elə bax bu son sıranın, bax bu dalğalarının birinə ilişdirirəm. Burada da növbəti düyməyi tikiləcək. Düzdür, ay cəmaət, düzdür. İndi deməli, keçməliyik indi digər sol yaxanı və kürək hissəni, beli toxumağa. Mən burada nə etdim? Fikirləşdim, bu çiyin hissəsini necə eləyək sonda birləşdirməyə. Elə bir qərara gəldim ki, bunun haqqında əslində bir neçə metod var, eləmək olar. İlmələri açıq qoyub, elə bir ki, tutalım ki, buranı da toxumusunuz da. Bax, bu açıq ilmələri belə birləşdirib, buradan tikiş metodu ilə birləşdirmək olar. Onda bax, bu da belə düz toxuma kimi gedəcək. Bu mənim TikTokumda var, səhv eləmirəmsə. Bir də eyni video YouTube'da shortslarda var. Əgər varsa, onun linkini bu videonun altına qoyacağım, baxarsınız və əgər o metod sizin xoşunuza gəlirsə, onunla birləşdirərsiniz. Bu hissəni bu hissəni birləşdirmir. Yəni, mən sadəcə vizualinə görünsün deyə göstərdim. Deməli, indi mən bunu sadəcə primitiv metodla bağlayacağım bu ilmələri. Və sonra keçək sağ yaxaya necə keçid olur, başa salım. Bu ilmələr nədir? Elə bir ki, bu sıra getdikcə mən çaşdırmağa başladım. Yəni, burada kağızda qeyd eləsəm də çaşdırmağa başladım. Ona görə ilmənin özü ilə saydım. Deməli, biz ilk 10 sıranı rezin elədik. 10-cu sırada ilməyə marker yapışdırdım. Sonra 14 sıraydı da biz bədən hissəsini toxuduq. 14-cüyə ilmədə marker yapışdırdım. Buradan sonra da artıq 18 sıra sayaraq qolu hissəsi, yaxa hissəsi. Bu qədər çox danışmadan gəlin başlayaq. Deməli, bağlama metodunu da mən TikTokumda, bir də YouTube'da shortslarda göstərmişdim. Ekspres dərslərdə, millət oxumanın ekspres dərslərində indi həmin şeyi eləyəcək. Sadəcə ən primitiv yolla ilmələri bağlayırıq. Birinci ilməni toxumadan çıxardıram. Növbəti ilməni olduğu kimi toxuyuram. Düz ilmədə düz ilmə toxuyuram. Toxudum. İndi baxın, bu milin üstündə 2 ilmə var. Biz indi sol ilməni sağ ilmənin içindən keçirtməliyik. Və ya belə başa sala bilərik ki, sağ ilməni sol ilmənin üstündən belə aşırıb keçirdirik. Bunu necə eləyirik? Görsənirmi? Görsənir. Deməli, bax belə birini digərinin içindən keçirdirəm. Keçirdəndə çalışın biraz cana adi ilmədən daha çox dartın, geniş olsun. Bu bağlamada biraz cana geniş ilmə lazımdır ki, çox da belə əgər dar olsa, bunun genişliyi belə dar bağlanacaq, okey? Getdik. Növbətini yenə düz ilmə bir dənə toxuyuram. Sonra birini digərinin içindən keçirdirəm. Və belə davam edirik sıranın sonuna qədər. Çalışın sürətlənin, videomuz çox uzun olmasın. Bunu buradan bağlayırıq. Bu markeri artıq ata bilərik, bu bizə lazım deyil. Bu tərs ilməkdir buradan sonra. Bunu da tərs toxuyaq gəlin. İlməni olduğu kimi naxışımızı toxuyuruq. Və burada da yenə eyni cürə bağlayırıq. Siyah getdik.
Bunlar hamısı artıq düz ilmə olacaq. Ona görə biraz tez-tez bağlaya bilərik. Bunu milçə ilə də eləmək olar. Əgər sizdə rahat deyilsə. Səhv eləmirəmsə milçə ilə də göstərmişdim eləməyi. Məncə göstərmişdim o ekspres dərslərdə. Axıra yaxınlaşırıq. Sonuncu ilməni tərs toxumalıydıq. Tərs toxuyuruq və eyni manipulyasiyanı eləyirik. O qədər baxın. Gördünüz? Bağlandı. Deməli, bunu buradan kəsirəm. Birazca uzun kəsirəm, qızlar. Nə bilim, təxmini bu qədər. Bunu buradan çıxardıq. Bu qalsın. Deməli, bu yaxa burada qalır belə. İndi biz keçirik bu sol yaxanı toxumağa. Mən bu toxuduğum sıraların hamısını cüt eləyəsi oldum. Niyə? Cüt sıra toxuyanda, məsələn, hesablamada filan, tərs tərəfdə bitirsiniz. Məsələn, bu reizini 10 sıra toxudum. Ən sonuncu 10-cu sıra tərs tərəfdən bitirdim. Ona görə yeni etapa keçəndə əşyanın düz tərəfindən başlayıram toxumağa. Belə bunu sevirəm, məsələn. Bu çox da belə əhəmiyyətli bir şey deyil, amma mən belə xoşlayıram. Ona görə belə deyirəm. Siz də özünüz üçün bunu saxlaya bilərsiniz, ya dəyişə bilərsiniz. Ona görə burada da bu sağ yaxanı da indi sağdan düz tərəfdən başlayacağım toxumağa. Bunu necə eləyək? Məsələn, baxın, iynələrimizin yerləşməsinə baxın. Necədir? Deməli, biz bu yaxada, yaxa üçün bizə nə düşür? Bax, bunlar. İndi bu hissəni toxuduq. 13 ilə 6. İndi 6 ilə 13 bu tərəfdən toxuyuruq. Bu səmtə, sağ tərəfə. İlmələrin sayını nəzərdə tuturam, yəni. 6 bu düymə zolağı. 13 dənə də bu ilmə. Yerdə qalan da bel hissəsinə qalacaq. Gəlin bunu burada sayaq, işarələyək özümüz üçün. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Tak, bunu buradan işarələyirəm tez. Bunu indi çıxardacaq. Bu əhəmiyyətli bir şey deyil mi? İndi lazımdır. Tak, bir də yoxlayım özümü. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Əla, düzdür. Tak, deməli, indi nə edirik? Biz başlamalıyıq buradan toxumaq. Deməli, bu kəsdiyimiz sapı indi buradan əlavə eləyib yenə sağ yaxanı buradakı işarələdiyimiz eyni cürə 18 sıra toxuyuruq və eyni həmin sıralarda 6-cı sırada və 18-ci sırada düymə deşiyini yerləşdiririk. Burada düymənin yerini işarələdik, burada isə deşiyin özünü yerləşdiririk. Deməli, indi bu yer dəyişməni eləyək bir dənə, baxın. Deməli, bu toxunub çıxmış milimiz kürək tərəfdədir, bel tərəfdə. İndi bunu biraz sürüşdürək bu tərəfə. Deməli, buradakı bizə lazım olan hissəni bu sol milin üstünə keçirtməliyik və bunu da belə eləyirik. Bunu belə eləmək mənim səmtim deyil, ona görə belə çevirəcəm. Belə fırladaq. Deməli, bu işarələdiyimiz markerə qədər ilmələri keçirdirik. Heç bir manipulyasiya eləmədən əlavə sadəcə bir-bir keçirdirik. Olduğu kimi iynəni də bax, belə ortadan salıram, okey. Yadınızdan çıxmasın, diqqətli olun. İlməni çevirmək, fırlatmaq qətiyyən lazım deyil. Markerimizi də keçirdirik və marker bizə hələ ki lazımdır. Keçirdirik. Yavaş yavaş.
Okey, baxın. Ay ay. Oy oy oy. İlmələr çıxmışdı az qala. Qorxdum. Evet. Baxın belə mikroinsult adam keçirdik. İlmələr qaçanda. Okey. Lazımlı miqdarda ilmələrimizi keçirdik. Bu marker bizə artıq lazım deyil. Bunu çıxardırıq. İndi nə edirik? Bunu çeviririk yenə lazımlı səmtə. Tak, bunu gəlin içəriyə qatlayım. Bu bizə məşət eləyib bunu görməyə. Baxın, görüntü nədir? İndi mən bu arxadakını, bu belin içində olanı çıxardıram. Bu şəkildə. Və artıq lazımlı pozisiyadayıq. Buradan da həmin bu yenidən sapımızı əlavə eləyirik. Toxumağa davam edir. Quyruğunu biraz uzun qoyun, çünki bu quyruqları sonra gizlətmək rahat olsun, okey? Qısa ucu gizlətmək biraz çox da rahat olmur. Görsənir, amma uzunluğu daha yaxşıdır. Nə qədər? Okey. Biz adətən buradan birinci ilməni toxumadan çıxardırıq. Burada da eyni şey eləyək. Bir qəbahət olmaz inşallah ki. Sonra növbəti ilməni toxuyuram. Bu təzə sapı. Təzə deyəndə həmin yumaqdan gəlir, amma yenidən əlavə edirik. Çünki o tərəfdə kəsmişdik. Deməli, bunu beləcənə götürürəm. Buradan əlavə eləyirəm. Okey. Tak, deməli, burada bu ucluğu gizlətməyin bir yolu var. Baxın, bu yumaqdan gələn sapdır. Bu da kəsilmiş ucdur. Okey. Deməli, indi biz adi düz toxuyub gedirik bu ilmələri, düzdür. Bunu indi gizlətmək üçün bir ilməyə bunu toxuyacağım, yumaqdan gələn sapı. Bir dəfədə bir ilməyə də bunu toxuyacağım. Okey, bir dəfədən birini gəlin göstərim necə. Deməli, növbəti, bax bu ilməni, indi ilk ilmədə o heç. Deməli, növbəti ilməni yumaqdan gələn sapla toxuyuram. Sonra bunu qoyuram kənara. Kəsilmiş ucu götürürəm. Növbəti ilməni onu toxuyuram. Sonra yenə dəyişirəm. Yumaqdan gələn sapı götürürəm. Növbəti ilməni onu toxuyuram. İndi bunu yenə buraxdım. Bu kəsilmiş ucu götürürəm. Yenə bunu toxuyuram. Belə o uc azalana qədər onu belə toxuyuruq. Sonra bunu yenə əlavə gizlətməyə ehtiyac da olmaz. Amma bir şey nəzərə alın ki, əgər sapınız sürüşkəndirsə, bu metodu eləməyi məsləhət görmürəm. Sürüşüb çıxacaqdır. Orada artıq başqa cürə eləmək lazımdır. Və belə. Yəni bu sırada yeni sapımızı əlavə elədik. Burada da yenə buraxıram. Məncə kifayət olar artıq bu qədər gizlətdik. Bunu da sonra yenə içinə tikib gizlədərik. Adi toxunuşumuzu toxuyuruq. Aşağıda müəyyən detalları artıq təkrarlamam, çünki bundan əvvəl çox demişəm, təkrar. Bunu artıq bilməlisiniz, amma yenə də nəsə aydın deyilsə, şərhlərdə soruşa bilərsiniz. Bu bizim düymə zolağımızdır, indi toxuyuruq. Aferin balama, malacaq. Son ilməni tərs ilmə toxuyuruq. Gözdə gəlirəm balam. Deməli, bax, işarəliyək dərxal özümüzə. Burada görsənir ya, yox, bilmirəm. Tak, deməli, sağ yaxanın birinci sırasını toxuduq. Deməli, birinci sıra oldu bizdə düz tərəf. İndi toxuyacaq ikinci sıranı. Bu olacaq bizdə tərs tərəf. Bunu artıq göstərməyəcəm, çünki artıq məlumdur nə edirik. Belə döndərməli toxuyuruq, eyni bu sol yaxanı elədiyimiz kimi. 18 sıranı axıra qədər toxuyuruq. Deməli, buradakı sırada gözdə balam. Gücü quzum gəlirəm. Deməli, burada yaxanın 6-cı sırasında düymənin 12-ci sırası olacaq. Burada düymə deşiyin özünü yaradırıq. Bir də ən son 18-də. Niyə 18-ci sonuncu sırada
düymə lazımdır deyə soruşsanız əgər, biz çünki ondan sonra varatnik də qaldıracağıq. Baxın, biz məsələn bax ən sonuncu sıra bu düz buralara düşür də. 18-ci sıra bura düymə yeri qoyuruq biz. Buradan sonra hələ bu varatniki də qaldıracaq. Varatnikin özünə də bir dənə düymə qoyacaq mütləq. Ona görə buradakı bu düymə bizə lazımdır. Düymənin aralığını, məsafələrini dəyişə bilərsiniz əgər xoşunuza gəlmirsə. Çünki buradakı sonuncu lap belə yaxanın dibində düymə qoyuruqsa, varatnikdəki düymə ilə bu düymənin arasındakı məsafə çox yaxın olacaq. Əgər bu sizin xoşunuza gəlmirsə, düymə yerləşməsini özünüz dəyişin. Sıraların sayını bilirsiniz, görürsünüz, dəyişə bilərsiniz. Sadəcə mənə görə bu normaldır, mənim üçün xoşdur, ona görə eləyirəm. Siz istəməsiniz, dəyişə bilərsiniz. Belə sərt bir qanun yoxdur bu barədə. Okey. Tak, deməli, bunu da belə toxuyuruq qızlar. Sonra bunu toxuyuruq, bu yaxanı toxuyuruq. Eyni cürə bunu ilmələrimizi bağlayırıq. Kəsirik sapı. Sonra çevirirsiniz arxaya. Yenə sağdan sola sap əlavə eləyirsiniz və başlayırsınız toxumağa və yenə də eyni, baxın burada qeyd eləmişəm, eyni beli də eyni bu sıralarla toxuyub gedirsiniz bu siyahı ilə. Sadəcə kürəkdə heç bir düymə qoymuruq artıq, okey. Burada heç düymə zolağı da olmayacaq. Sadəcə bu belə düz toxuma eləyəcəksiniz. Sıranın ilk ilməsini toxumadan çıxardacaqsınız. Sonuncu ilməni tərs olaraq toxuyacaqsınız. Gedəcək. Hə quzum mənim. Belə hamısını toxuyursunuz. İndi sağ yaxanı toxuyun, ilmələrini bağlayın. Bel hissənin toxuyun, ilmələrini bağlayın və ondan sonra görüşək. Davam eləyək, nə işlər görəcəyik. Tak. Burada aləmi qarışdırmışam bir-birinə. Gəlin başa salım sizə. Deməli, biz bu yaxaları bayaq göstərdim ki, belə bağlayacağıq. Deməli, iki yaxanın ikisini də elə birinci bağladım özüm. Bir də bel hissəsini, kürəyi bağladım. Və bunları ikisini də belə tikəcəkdim. Amma sapım qalındı deyə həmin o birləşdirmə çox kör-köbut alanda qəşəng deyil. Ona görə təzədən bir dəfə bunları sökdüm. İndi bunu da sökəcəm. Bağladığım ilmələrin hamısını sökdüm. Kürəkdə də burada da. İndi bunu başqa metodla birləşdirəcəm çiyinləri. Bizə indi qalıbdı, baxın, bu çiyinləri buradan biraz birləşdirmək lazımdır. Hər iki tərəfdən qalacaq boğaz üçün bir yer. Bu belə. Bu bizim olacaq qol kəsiyimiz. Buradan qol keçəcək. Bu da bədən hissəsi. Qol kəsiyini daha geniş, uzun eləyə bilərsiniz istəsəniz. Bir də paltarın ətəyini uzun eləyə bilərsiniz istəsəniz. Baxın. Bizə burada mənim ölçümə görə 12 ilmə düşür boğaza. Mən ölçdüm, bu çox dardır. Yəni hədsiz dardır. Ona görə biraz geniş yerləşdirəcəm mən. İndi gözə qərar kənarlardan bağlayacağım. Prosto necə bağlayacağım? Baxın. Boğaz üçün elə bir ki bizim burada bu orta hissə, bu varatnik kimi çəkmişəm bu xətti. Deməli, bu 12 ilmə olacaqsa, məndə də bax, paltarın eyni, bax, belə yastı şəkildə. 32 ilmədir. Bu 32 ilmədən boğazın 12 ilməsini çıxdım, qaldı 20. Bu 20-ni də böldüm 2 yerə, hər çiyinə bərabər şəkildə paylaşdırdım. O deməkdir ki, hər çiyinə 10 ilmə bağlamalıyam. Bax, həmin o 10 ilməni bağlayandan sonra mənim toxumamda çox dar boğaz qalır. Ona görə, ay cəmaət, biraz 10 ilmə yox, az bağlayacağım. Yəqin ki, haradasa bir 6-7 ilmə bağlayaram. Ona indi birlikdə baxarıq, gözə qərar baxarıq, birini bağlayıb. Sonra o birisinə də eyni cürə bağlayarıq. Tak, deməli, burada əsas milimi kürəyə salmışam, bayaqdan bundan toxuyurdum. Yaxa hissəsini isə köməkçi bir milə saldım. Bu sizdən nə olursa başqa bir şey də ola bilər. Əsas odur ki, əsas milliyin ölçüsündən böyük olmasın. Kiçik olar, böyük olmaz. Çünki bu ilmələri dartıb genişləndirə bilər. İndi bunun özünü birləşdirmə prosesində keçmək üçün bizə paltarı tərs tərəfini çevirmək lazımdır.
Belə. Deməli, kürəyi sökmüşdüm. Elə oradan qalan bax bu sapın ucu ilə də bunu indi tikib birləşdirəcəm. İndi baxın hərəkət olun. Deməli buradakı milin bu biri ucunu götürürəm. Başladıq. Deməli, baxın bu 2 mili belə tuturuq üz-üzə. İndi buradan bir götürəcəyik. Deməli, bir bu mildən, bir arxadakindən ikisini bir yerdə götürüb, toxuyub bağlayacaq. Deməli, bir bunu götürürəm. Bir də bu arxadakini götürürəm. Bunlar kənar ilmədi. Bunu elə belə də çıxartmaq olar. Tak, ikisini də belə tuttum. İndi sap alıb ikisini bir toxuyuram. Aha. Tak, bu şeylər belə baş verəcək. Niçin? Okey. Bunu bağladıq, çıxartdıq. Sonra getdik yenə. Bir bunu buradan götürürəm. Bir dənə arxadan götürürəm. Sap alıram. Düz ilmə kimi toxuyuram. Çıxardıram. İndi bax bu ikisini də deməli buradakı sağ ilməni sol ilmənin üstünə keçirdəcəm. Bayaq bağlamanı göstərdiyim kimi standart bağlama. Hər ikisindən birindən eləyək getsin. Tak, biz deməli 2 dənə ilmə toxuduq da. İkisi getdi. Sonra indi gedirik 3-cü ilməyə. Deməli, bir dənə buradan götürürəm, bir dənə buradan toxuyuram, çıxardıram və bağlayıram. Biraz qarışıq görsənir mi? Okey, 3 dənə ilməmiz bağlandı. Üçünü bağladıq. Buradakı şey görsənir, okey. Getdik. 4-cünü bağlayaq. Tak, bu 1, bu 2. Bu olacaq 5. 5 dənə ilmə oldu da bu. Yox, bu olacaq 4. Burada çaşdırdım bax. Yaxşı, gəlin bunlarla sayın, bu hörüklərlə. Deməli, burada 3 dənə hazır hörük var. Toxuduğum yerdə də bax, belə aləmi qatıram bir-birinə. Tak, hələ ki çox dardır, biraz da bağlayaq görək. Ne kadar oldu? Bence bu düymə zolağına bir 3 dənə qalmışa qədər buraxsaq yaxşı olur. Toxuduq, çıxartdıq, bağladıq. Bir dənə də. Ay, нет. Sürüştü. Okey. Tak, bu 6, bu 3 dənə də gəlin, yaxşı ikisini də bağlayaq görək nə qədər olur.
Bəs olar da məncə. Bəs olar. Elə deyəsən şeydəki ölçüylə oldu eyni paketi. Okey. Tak, burada kifayət eləyər. Bunu belə çəkirəm. Hələ ki kəsmirəm çünki ucu onsuz da kəsikdir. Birdən lazım olar, hələ ki kəsməyək. Bu burada qalsın. Açıq ilmələr. Bu da bizə axırda elə ki buradan varatnik qaldıracaq. Deməli, indi burada sayırıq neçə hörük bağladım. O birisi tərəfdə eyni miqdarda bağlayacağım. Deməli, bu kənardan başladım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə bağladım. Bunları biraz belə çəkək. İlmələr sürüşüb çıxmasın. Görək necə görsənir. Belə daha yaxşıdır. Dikiş yeri daha səliqəli görsənir. Bir də kip tutub. Deməli, baxın, çevirəndə bax, belə görsənir. Görüntümüz budur. Belə. Paltarımız. Müsyo. Bu birisi tərəfi də eyni belə bağlayaq. Sonra gəlim boğazımızı da toxuyaq. Hələ qollarımız var. Tak, bu əlavə millərin üstündəki ilmələrin hamısını keçirdirik. Əsasının üstünə. Elə olduğu kimi keçirdək. Bu aradakı boşluqları da indi dolduracaq. Doldurub oradan qaldırıb toxumağa. Burada boşluq olmayacaq. Heç nə toxumadan sadəcə ilmə keçirdirik. Çıxdı. Getdik bu birisine. Buna da bu biz tərəfdən keçmək lazım olacaq. Yox, belə. Özümü çaşdırdım. Bu boğazdan gələni bura. Baxın. Bütün bu yaxamız bir dənə milin üstündədir indi. İndi biz döndərməli şəkildə belə o tərəfə bu tərəfə toxuyacağıq. Heç olmazsa 4 sıra toxumaq məncə məsləhətli olar. Burada kəsilmiş ucumuz var. Elə ona görə gəlin elə buradan da başlayaq toxumağa. Deməli, belə. Bitəndə indi əlavə eləyəcəyik təzəsini əlbəttə ki. Bu sap arxada olmalıdır. Birinci sıranı onsuz da birinci ilməni toxumadan çıxardırıq. Ona görə buradaca bunu arxaya atırıq burada. Haroşa üçün sadəcə ardıcıl olaraq düz toxuyuruq. Bunu bu biz tərəfdən tərs toxumaq lazımdır. Naxış poz olmasın. Ay. Tutalım ki bu buradaydı. Bunu da tərs toxuyuruq axırıncı ilməni. Düzdür, sıranın son ilməsini qaydırıq. Dəqiqə. Bu da həngamə oldu. Tak, düz. Heç nə saymaq lazım deyil. Hələ ki. Baxın, bu boşluq yerinə gəlib
çatdıraq indi. Tak, indi fikir veririk bura. Burada bizim ilmə birləşən yerimizdir. Buradan sap çıxır. Tak, bunu həll elədik. İndi buradan təzə ilmələr qaldırmaq lazımdır. Deməli, bu hörükdən bu çıxırsa, deməli, bunun içindən də gəlin bir dənə hörük buradan qaldıraq. Yanaş olsun. Tak, bir də bura birləşib. Gəlin, burada da bir dənə ilmə qaldıraq. Deməli, biz neçədən elədik? 2 olacaq. Yəni, ilmələrin sayını eyni qaldırmaq lazımdır. Okey. Yox, çox boş oldu. Sap bərkimiydi. Gəlin, bura keçək. Tak, bu 1, bu 3. Bunu da birləşdirsək olur 4 məncəsi. 3 dənə yoxsa 4 dənə ilmə qaldırdıq biz burada. Getdik. Tak, növbəti yerə yaxınlaşırıq. Bu sapımız da gedir. İndi təzə sap əlavə eləyəcəm. Gəlin elə buradan əlavə eləyək sapımızı. Çünki bu növbəti 5 ilmədə bu kəsik ucu da bərkitmiş olaq. Bu artıq yumaqdan gələn sapdır. Deməli, bir dənə yumaqdan gələn sapını toxuyuram. Bax. Hara getdi bu birisi? Burada 2 dənə uc olacaq. Onları da dəyişiklik toxuya bilərsiniz. Amma gəlin belə toxuyaq, sonra onu ayrıca gizlədərik. Çünki aləm dəyəcək bir-birinə bu saat. Bəs olar. Tak, bunu toxuduk. İndi gəlin buradan. Deməli, orada 3 dənə yoxsa 4 dənə qaldırmışdıq da. Deməli, bir buradan lazımdır. Bir dənə buradan götürək. Bunu milçəklə də eləmək olar. Yaxşı, gəlin bu tərəfdən götürək. Bir də buradan. Bax, burada askılar var, burada ilmə artımı. Düymə deşiyi qoymuşduq burada. Okay. İndi çeviririk. Sonra geri qaydırıq. Deməli, belə neçə sıra istəyirsinizsə baratnik toxuya bilərsiniz. Bir düz vertikal baratnik qalxacaq. Burada da eyni cürə davam eləyirik. Bunu göstərim, amma baratniki özünüz eləyəcəksiniz. Tak, bu sıranın ilk ilməsini toxumadan çıxardıram və haroşanı həmişə olduğu kimi toxuyuram.
Bu sıranı sona qədər düz ilmələr toxuyuram. Sonuncu ilməni tərs ilmək kimi toxuyuram. Sonra çevirirəm və yenə davam eləyirəm. İstədiyiniz hündürlüyə. Bir də bunu toxuyun, baxaq görək neçə dənə mən toxuyacağam. Toxuyursunuz istədiyiniz hündürlükdə, sonra ilmələri bağlayırsınız. İlmə bağlamağı artıq göstərmişdim. Sonra da növbəti videoda keçək qolları toxumağa. Burada bir dənə də çıxartmaq vardı. Burada bu sap birləşdirmə yeridir, ona görə aralanır. İndi bunu gizlədəndə görsənməyəcək. Hər nəysə, hələlik bu hissədə bu qədər. Bunu toxuyun, qutarım. Sıranı sonra bitirim, sonra bir dəfəlik bağlayaq. Sapın birini götürdüm. Tak, hal-hazırdaki görüntümüz budur. Baxın, varatnik qalxır buradan. Bu paltarımızın qolu. Belə. Gedək varatniki toxuyaq, keçək qollara.